görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyicilerimiz, hoş gördük. Her birinizin, her bir vaxtınız xeyirli ve uğurlu olsun. Gözəl izleyicilerimiz, biz Ceyranboy rayonunun Borsunlu kəndindəyik. Bu günlərin bir gözəl qardaşımız pul göndəribdi ki, Umut qardaşımcı ilə ərzaq alapar. Allah cibinə bərəkət versin, Allah ruzini bol eləsin, Allah canını sağ eləsin gözəl qardaşımız. Var olasan. Necəsən? Bagajı aç bir dənə zəhmətdən keçib. Onları götür. Allah onun pulunu göndərən qardaşımızın canını sağ eləsin. 100 manat göndərmişdi, 70 manatlıq bazarlıq eləmişik. 30 manatda maşınımıza yanacaq vurmuşuq, uzaq yoldu. Allah cibini dolu eləsin, gözəl qardaş, Allah qazancını bol eləsin. Şimdi o olsun, kazanacaktık olsun. Sen ben biraz kömek yersen sağ ol. Kavunun başlarımız sizi sağ ol. Sağ ol ay Umut, sağ ol, sağ ol. Dərən qardaşımızın ruzisin, bərəkətin bol eləsin. Bu uşaqları ki sevindirirsən, Allah da səni sevindirsin. Sağ ol, şimdi de olsun, sağ ol. Çox sağ ol ay Umut, çox sağ ol. Şimdi bak, bu. 2 dənə körpə balaları sevindirən qardaşımız, Allah səni sevindirsin. Bu körpə balaları ki sevindirirsən, Allah da səni sevindirsin. Gözəl izləyicilərimiz, bax Umut qardaşımızın yaşadığı yer buradır. Bəh. Şəkili əmim, çox sağ ol. Cibin dolu olsun. Listrimizi bağlayıbdılar. Sağ ol. Evin içi təmiz, görürsünüz. Hazırdır. İnşallah bir dənə bura qalıbdır. Buranın da stiyaşkasını verib. Ondan sonra patoloğumuzu ağardacağıq. Ondan sonra qardaşlar, evimizin em suyası da vurulacaq. Da evə yığışacaqdılar. Demək olar ki, evimiz hazırdır. Bir dənə qalıb. Bax, buranın stiyaşkası, qumumuz var, simentimiz var. İnşallah 3 günə, 4 günə da tam hazır olacaqdır, yığılacaqdılar bu evə. Allah bu evə kömək eləyən qardaşlarımızın, bacılarımızın canını sağ eləsin, ruzisin, bərəkətin bol eləsin. Şəkiləmizdə lüstru alıb, lüstrumuzu bağlamışıq. Allah canınızı sağ eləsin. Tok kisem hamısı saç gördüyünüz kimi çəkilib, frazetkası, qul çatırı hamısı çəkilibdir. Qalıb bizə dənə gözəl izləyicilərimiz. Görürsünüz də biraz nəm olan yerləri var. Şimdi onların çeyləyəndən sonra, quruyandan sonra bunun üzdüyü çəkiləcək. Hələ üzdük çəkilməyib. Üzdük çəkiləndən sonra em suyası vurulacaq. Patoloğumuz tam vurulub. Allah canınızı sağ eləsin. Bu evə maddi, mənəvi dəstək olan qardaşlarımız, bacılarımız, Allah hamınızdan razı olsun. Bu qışın günündə bunlar burada vallahi yaşaya bilməzdi. Allah sizləri qorusun. Allah canınızı sağ eləsin ki, bu ailəyə kömək elədiniz. Bu ailənin evi oldu. Allahın köməkliyi ilə inşallah 4 günədə də ailə gəlir, tam hazır olar. Qapısı var, pəncərəsi var, şüşəsi var, toku çəkilib. Bir dənə aşağını sıvağı vurulandan sonra görürsünüz də hamısı var. Üzdüyünü çəkəcək, ondan sonra fisiyo. Başlayacaqdılar. Evimizə yığışıb, inşallah isti pesin qırağında oturacaqdılar. Hemisi bak, bu 8'de size arası bu kadar bizi kömek etsen, bu kadar sağ ol cemaat, kadınlar. Sağ ol Allah olmasın, bu kadar bize kömek eder, sağ ol. Sizi kavunucu başlayalım. Bak bu kız gördük, bu sular günü. Bu qardaşımız birinci Qarabağ müharibəsinin veteranıdır. Ceyranboyun Borsunlu kəndində olur. 2 dənə körpə qızı var, gördüyünüz kimi. Bu şəraitdə yaşayırdı. Şükürlər olsun Allaha. Gözəl qardaşlar, bacılar kömək elədilər. Evin üstünü götürdük. Evin üstü vuruldu, qutardı. Evimizin içində də remont gedir. İnşallah yaxın günlərdə yığılacaq bu evimizə. Gördüyünüz kimi bax evimizin içi
İndi üzlüyü vurulacaqdır. Üzlükdən sonra da inşallah emusiyası vurulacaqdır. Görürsünüz də listurundan belə alınıb. Allahın izni ilə də elə bir işimiz qalmayıb. Pəncərəsi yox idi, qapısı yox idi, sıvağı yox idi, polu yox idi, patoloğu yox, heç nə yox idi də buranın. Bax, bura kimi idi. Aynən bura kimi. Yağış yağanda da evin içine yağırdı. İndi bu günlərim yağış leysan gedir, amma evin içine bir damcı da düşmür. Görürsünüz də. Allah yaxşı qardaşlara dəyməsin. Kömək elədilər. Evimiz üyək hazırdır. Xaladenlikdən belə gətdilər. Bazarlıqdan belə gətdilər bu ailəyə. Sağ olsunlar. Bu ailəyə kim ki kömək eləyir. Allah o sanata salsın. Allah ruzilərin, bərəkətlərin bol eləsin. Canları sağ olsun. Mən fəxr eləyirəm izləyicilərimin hər biri ilə. Sağ olsunlar, var olsunlar. Çox sağ ol Aymud, çox sağ ol qardaş. Allah o evdən sağ xeyir versin. Balaları xeyir işin görəsən o evdə. Amin inşallah. 2 dənə də körpə qızı var. Görürsünüz də. Nədir Totu? A Totu. Bu. Totu. Totuya koko verdin, ne yesin? Aynen almışam. Orada ətdə var. Onu götürərsiniz. Hə. Götürün ki, orada pesox var, qənd var. Tökülər onun üstünə də əriyə. Allah köməkləri olsun. Allah canlarını sağ eləsin. Bu körpələri sevindirənlər, valla Allaha and olsun. Ən böyük səvab kazanırsınız da bu fani dünyada yaşayırıq. Bu körpələr burada bu qışı nə zulüm çəkərdi. Bunlar burada vallah donardı. Allah'ım da olsun adam belə yerdə yaşamaq olardı. Görürsünüz evin üstünü də götürmüşdü. Evin üstü yox idi. Evin üstündən yağan yağış bax hamısı yerdeydi. Bax bu evin içindeydi. İndi inşallah Allah'ın izni ilə ora qutaran kimi peçi qurub yığışırlar içinə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid Hacı Rauf qardaşımızın Gəncəli. Onun adından bir maşında odun alınıbdı. Allah canı sağ eləsin. Ömür uzun olsun. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qardaşımız da gedib 1-ci Qarabağ müharibəsində vuruşub. Bu günlərin bu qardaşımız bu şəraitdə yaşamalı deyil. Çünki bu qardaşımız vətənpərvər bir qardaş olubdu. Gedib vətən uğrunda vuruşubdu. Bu günlərim çox sağ olsun. Ürəyə mərhəmətli insan, xeyirxah insanlar, xeyirxah qardaşlar, bacılar kömək elədilər ki, bu qardaşımızın bir gözəl evi olsun. Şükürlər olsun Allaha, evimizin üstü vuruldu. Evimizin içinin remontu gedir. Allah'ın izniyle bir 3-4 günə də qardaşımız ailəsi ilə birlikdə gözəl bir istipesin qırağında oturarsınız inşallah. Sağ ol, gəlir, sağ ol. O uşağın ayağına bir corab giyindi. Ana yoxdur corabı. Giyindir, o soyuqdur. Soyuqdur, ona bir corab giyindi. Mənim nəvəm kimi əlini atır çıxardır eləmi? Mənim də nəvəm belədir. Corabı giyindirirsən ayağına çıxardır. Giyindirirsən ayağına çıxardır. Əlini atır, dağıtır, qoyur yerə. Umut nətər deyil vəziyyət? Sağ ol, gəlir, Allah kömək olsun, Allah balanını sağ ol. Yaxşısan mı? Hara getmişdin? Pis var, ama pis güzel. Sünür kırık o sıvak ediyoruz. Hə, onu sıvak edirdiniz. Verdim, git bir saat su cevap var. Ustalar dünən işləyibdi, eləmi? Yok, yok. Sende su olmadı. Hə, su olmadı. Hə, şeyə görə də işıqlar yanmır da yəqin ona görə səndə su olmuyor. Hə, bu günlərim Allahın köməyi ilə yəqin ki gün ortadan sonra işləyərlər. Gəlib daha elə bir iş qalmayıbdı. Orada nədir? 1 saatlıq iş qalıb. Onu da vursunlar, qurusun. 1-2 gün qalsa ailə gəlir quruyar. 2 gün qalsın, qurusun. Ondan sonra üzdüyün çəkib, emusiyasını vursunlar, qapını bağlasınlar. Pesinizi qurun, yığışın içəri. Soyuqdur, uşaqlar soyuq alar. Allah kömək eləyənlərə dəyməsin. Allah hamısının canını sağ eləsin. Ömürlər uzun olsun. Ruziləri, bərəkətləri bol olsun. Canları sağ olsun. Mənim vətənpərvər Azərbaycanımın mərd insanlarını Allah qorusun.
Amin. Allah canlarına sağ eləsin. Sağ ol. Elə onlar ki, səsimizə səs verdi, kömək elədilər. Sağ ol. Fərqi yoxdur. Burada 1 manatdan tutmuş, belə ən böyük summaya qədər kim ki bura əl atıb cibinə kömək eləyib bu ailəyə, Allah hamısının balası saxlasın. Hamısının Allah ölənlərinə rəhmət eləsin. Qalanlarına can sağlığı versin. Gözəl izləyicilərimiz, bugün olan çəkilişimizi yekunlaşdırdım. İnşallah Allahın izni ilə bildiyiniz kimi Ağcabərdinin Boyat kəndində ev başlamışıq. Kimin gücü nəyə çatırırsa Allah Sabir əmiyə rəhmət eləsin, kömək eləsin. Sabir əmimizin də ailəsinin bir evi olsun. Xahiş edirəm hər kəsdən.